Bugün dünyaya baxışda. ABŞ-ın Nümayəndələr Palatası Sendi qasırğası qurbanlarına yardım planını təsdiqləyib. Londonda vertolyot qəzası baş verib. Əfqanistan Milli Kəşfiyyat İdarəsinə hücum olub. Dünyaya baxışda gündəlik xəbərləri sizə təqdim edirik. Amerikanın səsi, Washington. ABŞ-ın Nümayəndələr Palatası ABŞ-ın şimal-şərqində baş vermiş ən dəhşətli Sendi qasırğası qurbanlarına 51 milyard dollarlıq yardım planını təsdiqləyib. Palata dünən axşam 241 lehinə, 180 əleyhinə səs çoxluğu ilə qərarı qəbul edib. Qərara əsasən xərclərin bir qismi New York və New Jersey ştatlarında nəqliyyat sistemi, şose yolları və evlərin təmirinə sərf ediləcək. Qanunun təsdiqlənməsi Nümayəndələr Palatasının sözcüsü John Boehnerin ABŞ-ın Senatı tərəfindən artıq təsdiqlənmiş bənzər qanunun səs verməyə çıxarmamaqla ictimaiyyətdə narazılıq yaratdıqdan sonraya təsadüf edib. Tənqidçilər Boehnerin qanunu səs verməyə çıxarmamasının oktyabr ayının 29-dan gözləyən qasırğa qurbanlarına yardımın yubanmasına səbəb olacağını bildirib. Yeni qanun təsdiqlənərək Prezident Barack Obamaya göndərilmək üçün indi Senata çıxarılmalıdır. Sendi qasırğası 2005-ci ildə Yeni Orleans və Meksika körfəzində baş vermiş Katrina qasırğasından sonra böyük məbləğdə ziyana yol açan ən böyük təbii fəlakət hesab edilir. Londonda baş vermiş vertolyot qəzasında ölənlərin olduğu deyilir. Any idea how many people may have been on board, because we've seen Britaniya polisi sərnişin vertolyotunun Londonun mərkəzi cənub hissəsində dəmir yolu stansiyası yaxınlığında qəzaya uğradığını və bir pilot olmaqla azı 2 nəfərin öldüyünü bildirib. Səhiyyə rəsmiləri qəza zamanı 9 nəfərin yaralandığını, onlardan birinin çox ağır vəziyyətdə olduğunu deyir. Yerli xəbərlərdə vertolyotun dəbdəbəli binaların tikildiyi yerdə qaldırıcı krana dəyərək yerə düşdüyü və yanğın əmələ gəldiyi bildirilir. Bugün İraqın şimalında intiharçılar partlayıcı qurğular dolu avtomobili partladaraq ondan çox insanı öldürüb. Kərkükdə törədilən 2 fərqli avtomobil partlayışında 15 nəfər həlak olub. Onlardan biri Kürdistan Demokratik Partiyasının ofisinin qarşısında baş verib. Hücum zamanı 100-dən çox insan yaralanıb. Bundan əlavə, paytaxt Bağdadın şimalındakı Tuz Xurmatu şəhərində avtomobil partlayışında 4 nəfər həlak olub. Partlayışın məsuliyyətini üzərinə götürən olmayıb. Bugün yüzlərlə insan İraqın qərbi Anbar vilayətində dünən intiharçı hücumunda öldürülən süni qanunvericisi İfan Sadun Əl-Essavinin dəfn mərasimində yığışıb. Əl-Essavi 2006-cı ildə Əl-Qaidəyə qarşı döyüşən ABŞ hərbi qüvvələrinə qoşulan silahlı sünni qəbilə dəstələrinin təsisçisi olub. Malinin şimalına nəzarət edən İslamçı militantların bu həftənin əvvəlində ələ keçirdikləri Niono qəsəbəsi istiqamətində Fransa qüvvələri hərbi əməliyyata başlayıb. Fransanın Müdafiə naziri Jean-Yves Le Drian Malidə döyüşlərin uzun sürəcəyini və hərbi qüvvələrin paytaxtdan üsyançıların nəzarətində olduğu ərazilərə tərəf hərəkət etdiyini bildirib. Bugün quru qüvvələri irəliləməyə başlayıb. Bugünə qədər hərbi qüvvələr Bamakoda xalqı və Avropa vətəndaşları və şəhəri qoruyurdu. Bugün isə Fransa hərbi qüvvələri şimal istiqamətində hərəkət edir, deyə cənab Le Drian bildirib. Amerikanın səsinin müxbiri Anluk tank karvanının Bamakodan şimal istiqamətində irəliləməyə başladığını bildirib. Fransa Malinin keçid hökumətinin müraciətinə əsasən qoşunlarını cümə günü əraziyə göndərib və 2500 əskər üçün lazımi hərbi texnikanın ölkəyə daşınmasını davam etdirir. Fransa hökuməti hərbi qüvvələrin Malidə stabillik əldə olunana qədər qalacağını deyir. Çərşənbə günü Nigeriyanın 190 əskərinin Maliyə göndərəcəyi gözlənilir. BMT İslamçı yaraqlılara qarşı mübarizə aparmaq məqsədi ilə Qərbi Afrika ölkələrinə Maliyə ümumilikdə 3300 əskər göndərməyə icazə verib. Əfqan rəsmilərinin bildirdiyinə görə Kabildəki Milli Kəşfiyyat İdarəsinin baş qərargahına edilən intiharçı hücumu 2 təhlükəsizlik işçisinin ölümünə səbəb olub. Əfqan polisi partlayıcı maddə ilə dolu avtomobilin bugün günorta saatlarında idarənin girəcəyində partladığını bildirib. Partlayışlardan sonra isə idarənin ərazisinə girməyə cəhd edən ikinci avtomobildəki 5 nəfər hücumçunun öldürüldüyü, həmin avtomobildə də partlayıcı maddə olduğu bildirilir. Hadisə zamanı 30 nəfərə qədər insanın yaralandığı deyilir. Milli Kəşfiyyat İdarəsi Daxili İşlər Nazirliyi də daxil olmaqla digər hökumət binalarının yerləşdiyi ərazidədir. Hücumun məsuliyyətini Taliban özlərinə götürüb.
Günün mühüm xəbərləri və reportajlarını habelə bloqlarımızı Amerikanın Səsinin web səhifəsində izləyə bilərsiniz. Ünvanımız 3w.amerikanınsesi.org-dur. Vaşinqtondan Amerikanın Səsinin televiziya studiyasından mən Bəxtiyar Zamanov sizinlə xudahafizləşirəm. Salamat qalın.